Hal-hazırda tələbatımızın 2 qatı miqdarında da biz cücə satışı eləyə bilərik. Damazlıq yumurtanın da hal-hazırda ixracına nail olmuşuq. Bizim ölkənin inkubator sahəsində, bir günlük ətlik cücə sahəsində tələbatı 12 milyon ədəddir ay olaraq. Bizim inkubatorlarımız ayda 24 milyon ədədə yaxın cücə istehsal etmək gücündədir. Hal-hazırda tələbatımızın 2 qatı miqdarında da biz cücə satışı eləyə bilərik. 26-cı ildə gözlənilən planlamaya görə 110%-ə kimi biz artıq yumurta istehsal eləyəcəyik və bilirsiniz ki, biz damazlıq yumurtanın da hal-hazırda ixracına nail olmuşuq. Quş qripindən azad zona statusunu aldı və bundan sonra dünya dövlətlərinin marağı daxilində artıq bizim ölkəyə böyük bir maraq yarandı. Biz süfrə yumurtasını hətta Amerikaya ixrac etmişik. O cümlədən damazlıq yumurta ixracımız Birləşmiş Ərəb Əmirliklərinə, Kuveytə, Əfqanistana və digər ona yaxın Şərq ölkələrinə biz ixrac edirik.